Salamlayırıq. Bugün sizinle birlikte hamının bildiğini zannettiği ama əslində dərin sirlərlə dolu bir hikayəni təhlil edəcəyik. Əjdahalar haradan gəldi? Əlinizdəki mənbələr bizə göstərir ki, o məşhur Valeriyalı çobanlar vulkanda əjdaha yumurtaları tapdılar hikayəsi, yəni bu bütün mənzərənin çox kiçik bir parçasıdır. Bəlkə də sadəcə bir pərdədir. Biz bugün o pərdəni qaldırıb, Valeriyadan minlərcə il əvvələ unudulmuş bir imperiyanın qaranlıq və qanlı tarixinə səyahət edəcəyik. Məqsədimiz bu ipuçlarını birləşdirərək əjdahların əsl mənşə hekayəsini ortaya çıxarmaqdır. Bəli, bu sadəcə bir mifologiya təhlili deyil, elə bil ki bir arxeoloji qazıntıdır. Rəsmi salnamələr bu mövzuda ya susur, ya da nağıllar danışır. Amma sizin təqdim etdiyiniz bu mənbələr, fərqli qitələrdəki əfsanələr, qədim xarabalıqlar haqqında qeydlər, hətta bəzi zadəgan ailələrinin genetikası, bütün bunlar bir araya gələndə heyrətamiz bir tablo yaranır. Bu, təkcə ot püskürən məxluqlar haqqında deyil. Bu, qan sehri, insan qurbanları və bütün bir sivilizasiyanı məhv edən fəlakət haqqındadır. Bu araşdırma, əjdaha hekayəsinə baxışımızı tamamilə dəyişə bilər. Elə isə gəlin işin təməlindən başlayaq. Mənbələr iddia edir ki, əjdahalar təbiətdə, necə deyim, öz-özünə yaranmayıb, sanki bir reseptlə hazırlanıb və bu reseptin iki əsas tərkib hissəsi var. Birincisi, adını çox az adamın eşitdiyi bir varlıq. Ot soxulcanları. Bu nə olan şeydir? Ot soxulcanları, adından da göründüyü kimi, yerin dərinliklərində, xüsusilə də Valeriyanın 14 od vulkanının lava tunellərində yaşayan nəhəng, soxulcana bənzər varlıqlardır. Onları təsəvvür etmək üçün sadəcə düşünün ki, bəziləri ilan boyda, bəziləri isə o qədər böyükdür ki, yetkin bir əjdaha ilə səhv salına bilər. Əsas xüsusiyyətləri isə torpağın altını dələrək hərəkət etmələri və əjdahalar kimi ağızlarından alov püskürmələrdir. Amma çox vacib bir fərq var. Onlar vəhşi və əhliləşdirilməsi qeyri-mümkün olan varlıqlardır. Yəni, ağılsız, instinktiv bir qəzəblə hər şeyə hücum edirlər. Deməli, tənliyin od hissəsi buradan gəlir. Amma bir əjdahanı əjdaha edən həm də onun səmada süzməsidir. Uça bilməyən bir əjdaha sadəcə alovlu bir kərtənkələdir. Bəs uçmaq qabiliyyəti haradandır? Mənbələrdə bu məsələ ilə bağlı başqa bir varlığa işarə edilir. Bəli, o varlıq da viverinlərdir. Viverinlər əjdahalara çox bənzəyir. Qanatları, pulcuqlu dəriləri, iti caynaqları var və uça bilirlər. Amma onların iki əsas çatışmazlığı var. Ön pəncələri yoxdur, yalnız arxa ayaqları və qanatları var, ən əsası isə ot püskürə bilmirlər. Mənbələrə görə onlar daha çox Sartorius qitəsinin cəngəlliklərində yaşayırlar və sanki əjdahaların daha primitiv, daha az güclü bir versiyasıdırlar. Nəzəriyyə budur, kimlərsə od soxulcanının məhvedici odunu götürüb, onu viverinin uça bilən bədəni ilə birləşdirib, nəticədə isə mükəmməl hava döyüşçüsü əjdaha yaranıb. Bax, bu məsələni inanılmaz dərəcədə maraqlı edir. Çünki bu təkamül deyil, bu mühəndislikdir, genetik manipulyasiyadır, amma sehirlə. Və bu bizi əsas suala gətirir. Kim bu qədər güclü, bu qədər cəsarətli və bəlkə də bu qədər ağılsız idi ki, belə bir işə girişsin? Çünki hamının bildiyi çobanlar hekayəsi bu mürəkkəb prosesi heç cür izah etmir. Məsələ, o hekayə çox sadə löv səslənir. Sanki kimsə öz əsil keçmişini gizlətmək istəyir. Mənbələr bizi tamamilə fərqli bir coğrafiyaya və zamana aparır. Valeriyadan minlərlə il əvvəl Essosun uzaq şərqində mövcud olmuş Günəş şəfəqi böyük imperiyasına. Bu, Yiti xalqının əcdadlarının qurduğu tarixin gördüyü ən möhtəşəm və qüdrətli sivilizasiyalardan biri kimi təsvir edilir. Deyilənə görə, qüdrətinin zirvəsində Valeriya imperiyası onun yanında sadəcə bir kölgə kimi qalardı. Bu, çox cəsarətli bir iddiadır. Valeriya bütün dünyanı fəth etməyə yaxın idi. Bu imperiyanın ondan daha güclü olduğunu demək üçün çox ciddi sübutlar lazımdır. Və ən əsası, onların əjdahalarla əlaqəsini göstərən sübutlar nələrdir? Mənbələrdə bir-birini tamamlayan 3 fərqli istiqamətdə sübutlar var. Birincisi, memarlıq sübutudur. Qaradaşdan tikilmiş binalar. Söhbət adi qaradaşdan getmir. Bu, ərimiş, birləşmiş, yağlı bir parıltısı olan, demək olar ki, məhv edilməsi mümkün olmayan bir materialdır. Müasir alimlər belə onun necə hazırlandığını anlaya bilmirlər. Amma bütün əfsanələr eyni şeyi deyir. Bu daşı yalnız əjdaha odu ilə əridib formaya salmaq olar
və bu daşdan tikilmiş strukturlar bütün dünyaya səpələnib. Westerosdakı əjdaha qayası, köhnə şəhərdəki Hightower qülləsinin bünövrəsi, Essosun şərqindəki 5 qala, bütün bunlar eyni sirri texnologiya ilə tikilib. Bir anlıq düşünək. Bu sadəcə onların möhkəm qalaları var idi demək deyil. Bu o deməkdir ki, bu sivilizasiya əjdaha odunu bir sənaye aleti kimi istifadə edirdi. Bu bizim müasir texnologiyamızla belə təkrarlaya bilmədiyimiz bir şeydir. Bu onların gücü haqqında nə deyir? Bu sadəcə qılınc və qalxan dövrü değildi. Onların elmi bizimkindən fərqli bir istiqamətdə çox daha irəlidə idi. Yaxşı, bu texnoloji sübut, bəs insan faktoru, genetik izlər varmı? Var və bu ikinci sübutdur. Westeros'un cənubundakı deyinlər ailəsini, yəni House deyini düşünün. Onlar hər zaman bir anomaliya olublar. Minlərlə ildir Dorun'da yaşayırlar. Amma bəzi nümayəndələrində Valeriya qanına xars olan o məşhur bənövşəyi gözlər və gümüşü sarışın saçlar var. Halbuki onların Valeriya ilə heç bir qan bağlılığı yoxdur. Bəs bu genlər onlara haradan gəlib? Bu nəzəriyyəyə görə onlar Valeriyalıların deyil, Valeriyalıların da əcdadı olan Günəş Şəfəqi imperiyasının nəslindən gəlirlər. Yəni bu genetik xüsusiyyətlər Valeriyadan deyil, o qədim imperiyadan miras qalıb. Bu çox məntiqlidir. Deyinlər həmişə fərqli olublar. Elə bir başqa bir yerdən gəliblər. Belə çıxır ki, onlar Valeriyaya deyil, daha da qədim bir mənbəyə bağlanırlar. Bu, həm də onların o məşhur qılıncı ilə bağlı əfsanəyə də bir işıq tutur, deyilmi? Şəfəq qılıncı. Adların oxşarlığı diqqətimi çəkir. Günəş Şəfəqi imperiyası və Şəfəq qılıncı. Bu təsadüf ola bilməz və bu da bizi üçüncü mifoloji sübuta gətirir. Deyinlərin ailə əfsanəsinə görə onların ilk banisi səmadan düşən bir ulduzu izləyərək öz qalasını tikib və həmin ulduzun, yəni meteoritin metalından Şəfəq adlı qılıncı döyüb. İndi bunu Günəş Şəfəq imperiyasının süqutu ilə bağlı bir əfsanə ilə müqayisə edək. Həmin əfsanədə deyilir ki, bir zamanlar dünyanın 2 ayı var idi. Lakin onlardan biri Günəşə çox yaxınlaşaraq çatladı və içindən çıxan milyonlarla əjdaha yerə yağdı. Təbii ki, qədim insanlar meteorit yağışını belə təsvir edərdilər. Hər iki hekayə eyni hadisədən bəhs edir, səmadan yağan meteoritlər. Biri bunu düşən ulduz, digəri isə aydan çıxan əjdahalar adlandırır. Bu, fərqli mədəniyyətlərin eyni kosmik hadisəyə verdiyi fərqli şərhlərdir və deyinləri birbaşa o imperiyanın dövrünə bağlayır. İnanılmazdı. Memarlıq, genetika və mifologiya hər üçü eyni istiqaməti göstərir. Yaxşı, qəbul edək ki, əjdahaları bu böyük imperiya yaradıb. Bu bizi daha da qaranlıq bir suala gətirir. Bunu necə ediblər? Və daha vacibi, niyə yalnız onların nəslindən olan Valeriyalılar və Targaryenlər əjdahalara minə bilir? Bu bağın sirri nədir? Bütün hekayənin ən narahat edici və ən heyran edici hissəsi də budur. Cavab qan sehrində gizlidir. Mənbələrdəki nəzəriyyəyə görə imperiyanın sehirbazları od soxulcanlarının odunu viverinlərin bədəninə köçürərkən, bu proses sadəcə 2 heyvanın birləşdirilməsi deyildi. Bu ritualın üçüncü, həlledici bir komponenti var idi. İnsan qurbanı. Qurban. Deməli, bu sadəcə elmi bir təcrübə deyil, bu qaranlıq bir ayindir. Bu işin rəngini tamamilə dəyişir. Tamamilə. Və nəzəriyyə daha da dərinə gedir. Qurban verilənlər təsadüfi insanlar deyildi. Onlar məhz Günəş Şəfəqi imperiyasının öz xalqından, o spesifik genetikaya, bənövşəyi gözlərə və gümüşü saçlara sahib olan insanlardan seçilirdi. Yaradılış ritualı zamanı onların ruhları, canları zorla bədənlərindən çıxarılaraq yeni yaradılan əjdahalara bağlanılırdı. Bu sadəcə bir əhliləşdirmə deyil, bu bir ruh köçürməsidir. Əjdaha ilə süvariçisi arasında nəsildən nəslə ötürülən mistik, genetik və ruhani bir bağ yaradır. Əjdahalar sanki öz qanlarından olan, öz ruhlarından bir parça daşıyan insanları tanıyır. Bir dəqiqə, bu hər şey dəyişir. Deməli, Targaryenlərin qan saflığına, bacı-qardaş evliliyinə olan vəsvəsəsi sadəcə irgi təkəbbür və ya adət-ənənə deyilmiş. Bu, hərfi mənada öz güclərini, yəni əjdahaları idarə etmə qabiliyyətlərini qorumaq üçün bioloji bir zərurət idi. Qan qarışdıqca o qədim sehrli bağ zəifləyirdi. Bu inanılmazdı. Bu, əjdaha qanı ifadəsinə tamamilə hərfi bir məna verir. Məsələ. Bu həm də niyə bəzi Targaryenlərin
əjdaha yuxuları gördüyünü, niyə onların alava qarşı dözümlü olduqlarını izah edir. Bu sadəcə metafora deyil. Onların damarlarında axan qan həqiqətən də minlərlə il əvvəl qurban verilmiş əcdadlarının ruhu ilə sehirli bir şəkildə qarışıb. Əjdaha ilə süvari genetik və ruhani səviyyədə bir-birinin davamıdır. Bu niyə başqa heç kimin nə qədər cəsur və bacarıqlı olursa olsun bir əjdahanı ram edə bilmədiyini izah edir. Anlaşıldı. Amma bu yeni bir sual doğurur. Əgər bu imperiya bu qədər güclü idisə, əjdahalar kimi məhvedici silahlara və bu qədər dərin sehrə sahib idisə, ona nə oldu? Belə bir sivilizasiya necə məhv ola bilər? Və necə oldu ki, onların varisləri Valeriyada hər şeyi sıfırdan başlayan sadə çobanlara çevrildilər? Bunun cavabı da imperiyanın öz içindəki qaranlıqdadır. Mənbələr bu süqutu birbaşa bütün dünyanı dəhşətə gətirən o hadisə ilə, uzun gecə ilə əlaqələndirir. Rəvayətə görə, imperiyanın sonuncu imperatorlarından olan Qandaşı İmperatoru adlı bir şəxs hakimiyyəti ələ keçirmək üçün öz böyük bacısını, Ametist imperatriçasını öldürür. O bununla da kifayətlənmir. Qaranlıq sehrə, nekromantiyə və insan qurbanlarına üz tutur, göydəki tanrıları inkar edib, yerdə tapdığı qara yağlı bir daşa sitayiş etməyə başlayır. Məhz onun bu əməllərinin, bu küfrünün dünyanı min illik qışa və zülmətə, yəni uzun gecəyə qərq etdiyi deyilir. Deməli, uzun gecə sadəcə təbii bir fəlakət deyildi. Bu, bir tiranın əməllərinin nəticəsi idi. Və təbii ki, belə bir zülüm və qiyamət qarşısında insanlar qaçmağa başladılar. Həm tiranlıqdan, həm də hər şeyi donduran qaranlıqdan. İndi özünüzü onların yerinə qoyun. Həm sizi qurban verməyə çalışan qaniçən bir imperatordan qaçırsınız, həm də arxanızca gələn, hər şeyi məhv edən fövqaltəbii bir soyuqdan və qaranlıqdan. Belə bir vəziyyətdə hara sığınarsınız? Harada təhlükəsizlik tapa bilərsiniz? Təbii ki, dünyanın ən isti, ən odlu yerində. 14 odun alov püskürdüyü Valeriya yarımadasında. Beləliklə, onlar əjdahaları təsadüfən tapan çobanlar deyildilər. Onlar süqut etmiş, möhtəşəm bir imperiyanın qaçqınları idilər. Öz mədəniyyətlərini, qan sehrinə dair biliklərini və bəlkə də sağ qalan son bir neçə əjdahanı özləri ilə birlikdə o vulkanik yarımadaya gətirmişdilər. Çoban hekayəsi isə bəlkə də onların keçmişlərini bastırmaq, diqqət çəkməmək üçün uydurduqları bir örtü idi. Travmalarını unutmaq üçün yeni bir kimlik yaratdılar. Dəqiq olaraq. Və bu onların Valeriyada qurduqları yeni cəmiyyətin qəribə siyasi quruluşunu da mükəmməl izah edir. Onlar öz tarixlərindən çox acı bir dərs çıxarmışdılar. Məhz buna görə də bir daha heç vaxt tək bir kral və ya imperator istəmədilər. Qandaşı imperatorunun timsalında bütün gücün tək bir şəxsin əlində cəmləşməsinin nə qədər fəlakətli ola biləcəyini görmüşdülər. Bu onlarda dərin bir travma yaratmışdı. Bir daha heç vaxt tək bir adama bu qədər güc verməyəcəklərini and içmişdilər. Məsələdir. Və nəticədə 40 ən güclü zadəgan ailə tərəfindən idarə olunan Valeriya Azad qalasını qurdular. Bu, bir növ aristokratik respublika idi. Onların siyasi sistemi təsadüfi bir seçim değildi. Bu, birbaşa yaşadıkları o dəhşətli travmadan doğan bir dizayn idi. Onlar imperiyanın səhvini təkrarlamaktan qorxurdular. Yaxşı. Gəlin bütün bu parçaları birləşdirək. Bu nəzəriyyə bildiyimizi zənn etdiyimiz tarixi alt-üst edir. Valeriyalılar bir başlanğıc deyil, əslində daha böyük, daha qədim və daha möhtəşəm bir sivilizasiyanın travma yaşamış varisləri imişlər. Əjdahalar da təbiətin bir möcüzəsi deyil, qədim, qaranlıq və qanlı bir sehirlə müəyyən bir qan xəttinə bağlanmış, qurban edilmiş insan ruhlarının daşıyıcılarıdır. Bu hər şeyə çox daha fərqli, çox daha faciəvi bir məna qatır. Və bunu da vurğulamaq lazımdır ki, bütün bunlar mənbələrdəki ipucularından, fraqmentlərdən yığılmış bir nəzəriyyədir. Amma bu nəzəriyyə o sadə çobanlar vulkanda əjdaha tapdı hekayəsindən qat-qat daha məntiqli və əhatəli bir izahat təqdim edir. Heykəldəki bütün boşluqları doldurur. Fərqli qitələrdəki fərqli mədəniyyətlər arasındakı o qəribə oxşarlıqları, memarlıq, genetika, əfsanələr hamısını bir-birinə bağlayaraq vahid bir hekayə yaradır. Bu təhlili yekunlaşdırarkən sizin üçün bir düşüncə toxumu buraxmaq istəyirəm.
Mənbələrdə qeyd edilir ki, Essosun şərqindəki 5 qala uzun gecədən sonra qaranlığı və digərlərini kənarda saxlamaq üçün o məşhur qara daşdan tikilib. İndi bir düşünün, əgər Günəş şəfəqi böyük imperiyası uzun gecə zamanı süqut etdisə, bəs bu nəhəng əjdaha oduyla inşa edilən qalaları kim tikdi? Bəlkə də imperiyanın bütün sakinləri Valeriyaya qaçmamışdı. Bəlkə də o dəhşətli dövrdə dünyanı qorumağa çalışan, unudulmuş başqa sağ qalanları da var idi. Bu itmiş sivilizasiyanın daha hansı sirləri və qalıqları hələ də haradasa kəşf edilməyi gözləyir.